Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayət qızı, Zaur Kamal Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Nəbioğlu və Tarix Əliyevin verilişinin yayımı dayandırılıb. Xəbər verilir ki, hazırda televiziyadakı fəaliyyətlərinə son qoyulan aparıcılar sosial şəbəkə paylaşımları ilə diqqət mərkəzindədir. Səhnə axtarım layihəsinin yaradıcısı olan Xoşqədəm Hidayət qızı sosial şəbəkədə aktiv paylaşımlar edir. O, daha çox proqramı yayınlanan zaman orada yer alan həkimləri paylaşır. Aparıcı həkimlərin reklamlarını hekayə bölümündə etməklə məşğuldur. Bizimlə sən proqramdan sonra Zaur Baxşəliyev də sosial şəbəkədəki fəaliyyətlər gündəmdədir. O, şirkətlərlə reklam əməkdaşlığını nümayiş etdirir. Aparıcı Elgiz Əkbər isə Elgizlə izlə proqramından sonra sosial şəbəkə paylaşımlarını da dayandırıb. Aparıcı yalnız bir dəfə öz fotosunu yayımlayıb. Aparıcı Zaur Kamal həmin Zaur bir neçə gündür gəzinti görüntülərini yayımlayır. Aparıcı hazırda işi ilə bağlı heç bir paylaşım etmir. Aparıcı Tarix Əliyev isə daha çox şəxsi paylaşımlarla gündəmdədir. Torik bacısının xeyir işi, qızının ad gün məclislərindən görüntüləri sosial şəbəkədə gündəmdə gəlib. Aparıcı Zaur Nəbioğlu isə rəngarəng proqramdan sonra sosial şəbəkədə paylaşımlarını da dayandırıb.